İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq. Məbləğlər. Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin prezident təqaüdlərinə və fərqli adlara görə verilən aylıq ödənişləri məbləğləri artırılır. Bu dəyişikliklər az təminatlı ailələrdən tutmuş şəhid ailələrinə, əlilliyi olan şəxslərdən fəxrat sahiblərinə də geniş əhali qrupunu əhatə edir. Ölkə az siyahını təqdim edir. Əlilliyi olan şəxslər üçün sosial müavinətlər 81% əlilliyi 300 manat, 61% əlilliyi 250 manat, 31-60% əlilliyi 180 manat. Aşağıdakı şəxslərə aylıq sosial müavinət. Ailə başçısını itirmiş şəxslərə 140 manat, hərbi qulluqçuların uşaqlarına 140 manat, valideynlərini itirmiş uşaqların qəyyumlarına 140 manat, az təminatlı ailələrə 1 yaşa qədər uşaq üçün 140 manat, 5 və daha çox uşağı olan analara hər uşaq üçün 140 manat, övladlığa götürülmüş uşağa görə 240 manat, 18 yaşında əlilliyi olan uşaqlara görə himayədar ailədə 0-6 yaş 500 manat, 7-13 yaş 600 manat, 14-18 yaş 650 manat, uşağın anadan olmasına görə bir dəfəlik müavinət 600 manat, dəfn üçün müavinət 600 manat, prezident təqaüdləri aylıq, Vətən müharibəsi qəhrəmanlarına 2200 manat, milli qəhrəmanlara 2000 manat, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə 700 manat, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə 700 manat, müharibə və 20 yanvarla bağlı əlilliyi olan şəxslərə 81-100% əlilliyi 600 manat, 61-80% əlilliyi 500 manat, 31-60% əlilliyi 400 manat, əlilliyi olanlara qulluq edən şəxslərə 120 manat, gözdən əlilli olan şəxslərə ümumi səbəblər üzrə 250 manat, digər ağır əlilliyi olan şəxslərə ümumi səbəblər üzrə 250 manat, fəxri adlara görə aylıq təqaüdlər, xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı 300 manat, əməkdar ad sahibləri, elm xadimi, incəsənət xadimi, müəllim, həkim və s. 200 manat, prezidentin fərdi təqaüdü artırılaraq 1700 manat müəyyən edilib.